Meşədə 4 ayı yaşayırdı. Onlardan biri ana, biri ata, digərləri şif-şirin balalar idi. Onlar çox sözə baxan, ağıllı idilər. Anaları nə desə, həmin an yerinə yetirər, bundan zövq alardılar. Balalardan birinin yatmaqla arası yox idi. Yatmağı heç sevmirdi. Balaca bacısını da yatmağa qoymurdu. Elə hey oynamaq istəyirdi. Bir gün yenə axşam düşmüşdü. Anayı saata baxıb dedi: "Balalarım, yatmaq vaxtıdır." "Nə tez, ay ana?" O biri bala: "Tez deyil, mən yorulmuşam, gəl gedək yataq." Sən də yatmağı xoşlayırsan. Nə var yatmaqda? Bax, oyunumuz yarımçıq qaldı. Sabah davam edərik." Anayı balasının yatmağa həvəsi olmadığını görüb dedi: "Yatmaq çox faydalıdır. Biz yatanda bütün bədən üzvlərimiz dincəlir. Əgər yatmasaq, sabahki işlərimizin öhdəsindən gələ bilmərik. Yorğun halda axı necə gəzərik? Balalarım, əgər biz yatmasaq, fikirlərimiz, düşüncələrimizin də düzgün olmaz. Yəni özümüzü idarə edə bilmərik. Yatın gözəl balalarım. Sabah mühüm bir işimiz var." "Nə işimiz var, ay ana?" "Meşənin lap dərinliklərinə getməliyik. Orada ağacın koğuşunda bal var. Sizin xoşladığınız ləzzətli bal." Yatmaq istəməyən bala sevincindən atılıb düşdü. "Bal, bal, hə, bal. Mən o balı çox xoşlayıram." Anayı sözünə davam elədi. "Balı gətirmək üçün uzun yol qət etməliyik. Yatıb dincələməsək, o yolu necə gedərik?" Anayı balalarını yatışdırmaq üçün lay-lay deməyə başladı. Balalar gözlərini yumdular. Lakin yatmaq istəməyən bala gözünü yalandan yummuşdu. O laylanın nə vaxt bitəcəyini, anasının o bir otağa keçəcəyini gözləyirdi. "Aha, deyəsən bacım yatdı. İndi anam durub gedəcək" deyə sevindi. Anayı balalarının yatdığını zənn edib yan otağa keçdi. Bəzi işləri vardı axı. Balayı cəld qalxıb oyuncaqları tərəf getdi. Bayaqki yarımçıq qalan oyunu davam etmək istəyirdi. Pərdəni azacıq araladı ki, işıq düşsün. Astadan gah maşınını sürür, gah da oyuncaq topunu ora-bura diyələyirdi. Gecə yarıdan keçmişdi, lakin o hələ də oynayırdı. Nəhayət gördü ki, yorğunluqdan göz qapaqları örtülür. Tez çarpayısına uzandı. Az keçmədi ki, onu yuxu apardı. Səhər ana ayı balalarını oyadıb dedi: "Balalarım, qalxın, bal dalınca gedəcək." Balalar tez oyandılar. Əl üzlərini yuyub dişlərini fırçaladılar. Səhər yeməyi yeyəndə ana ayı balalarından birinin yuxuluduğunu gördü. "Deyəsən yuxun gəlir." Yox, anacan. Axı yemək yeyə-yeyə yuxulayırsan." "Yaxşıyam anacan, narahat olma." Hazırlanıb yola düşdülər. Ana ayı yol boyu balalarını başa salırdı. O hər şeyin zəhmətlə əldə etməyi, dosta qarşı sədaqətli olmağı, sevinci də, kədəri də paylaşmağın gözəl xüsusiyyətlər olmağından bəhs edirdi. Balalar analarına diqqətlə qulaq assalar da, gecənin yarısı oynamaqla keçirən balanı elə ayaq üstə yuxu aparırdı. O gah səndərləyib yıxılır, gah da gicəllənib yerə dəyirdi. "Can bala, sən niyə yıxılırsan? Elə bir yuxusuzsan axı." "Hə, anacan, yuxum gəlir." Ananı, balanı kürəyinə atıb yoluna davam elədi. Balayı qabaqda o yan bu yana qaçan, gah tullana gedən bacısına həsədlə baxırdı. Öz-özünə, "Anamın sözünə baxıb gecə doyunca yatsaydım, mən də onun kimi qıvraq olardım" deyir və peşman baxışları ilə yuxulayırdı. Əziz valideynlər, sevimli körpələr, nağıllarımızı bəyənirsinizsə, kanalımıza abunə olub bizə dəstək olmağı unutmayın.